Hər birinizə salam, mən Əmrli Səbəb. Bugün sizlərlə Əriy Test Bankından proqramlaşdırma mövzusundan maraqlı bir suala baxırıq. Gəlin baxaq. Suala siz burada görürsünüz, mən də oradan baxın. Proqramın icrası zamanı yalnız onluq say sisteminin simvollarından təşkil olunmuş sətir girişə verildikdə 625 qiyməti ekrana çap olur. Bu 625 olur deməli, çap olunursa. Burada bir dənə print burada olur. Girişə verildi, çap olunur. Əla. Nə deyir? Neçə belə müxtəlif sətir girişə verə bilər? Aha, gəlin baxaq. Yəni bizə S-in neçə müxtəlif qiyməti ola biləcək? Yəni S-in qiyməti nədən alınır? Girişə verilmiş sətrin uzunluğundan. Mən girişə verə biləcək neçə müxtəlif sətir tapmaq istəyirəmsə S-in qiymətlərini tapmalıyım. S-in hansı qiymətlərində 625 çıxır? Gəlin baxaq. Fikir verin. P-nin qiyməti artıqlarında 625 olubsa, P 1-dən başlayır və hər dəfəsində P-ni 5-ə vurur. Bu o deməkdir ki, mən 4 dəfə 5-ə vursam 625 alarında biri, düzdür? Onda belə çıxır ki, dövr daxili proses 4 dəfə işləyir. Əla. Dövr daxili proses 4 dəfə işləyirsə, onda S-in də üzərinə 4 dəfə 3 gəlir də. Yəni S-in də üzərinə 12 gəlir. Aha. 4 dəfə işləyəndən sonra bitib, dayanır. Yəni dövrün şərti pozulubda deməli. Dövrün şərti pozulubsa deməli o kiçik idi, kiçiyin əksi olub böyük bərabər 17-dir. Əla, buradan belə çıxır ki, S böyük bərabərdir neçədən? 5-dən. Əla, buradan mən tapa bilirəm ki, S-in ən kiçik qiyməti 5-dir. Aha, girişə verə biləcəyim sətrin ən kiçik uzunluğu 5-dir. Yaxşı, bunun bəs ən böyük qiyməti, onu necə tapa bilərik? Əslində iki növdən tapa bilərik, necə? Belə yanaşa bilərik. S-in üzərinə 4 dəfə 3 gələndən sonra dövrdən çıxır, düzdür? S-in üzərinə 1, 2, 3 dəfə 3 gələndən sonra hələ bu şərt ödəməlidir. Hələ də 17-dən kiçik olmalıdır ki, 4-cünü də gələ bilsin. Buradan bu bərabərsizliyi həll edəndə S kiçik olur neçədən? Deməli 9, 8-dən. S-in ən böyük qiyməti də olur biz üçün 7. Əla. Belə çıxır ki, S-in ola biləcək qiymətləri 5, 6, 7-dir. Deməli, girişə verə biləcəyim sətirlərin uzunluğu 5, 6, 7 simvolu ola bilər. Bu, ən böyük başqa cürdür müəyyən edə bilərik. Necə? S-in dövrə girə biləcəyi ən böyük qiyməti neçədir? 16. 16 kimi girsə, üstünə 3 gəlsə, 19 olar bitər. Yəni, ən böyük S 19 olaraq çıxa bilir dövrdən. Yəni, sübut edək. 20. 20 olsa, tutaq ki, bura çatanda S 20 olur, printə gəlində. Bir addım dala qayaq. 20-dən bir addım əvvələ gedəndə S 17 olur, düzdür. 17 olanda bu şərt necə ödəyib ki, 20 mümkün deyil. Deməli, ən böyük 19 olaraq çıxa bilir. Əla. S-in üstünə 4 dəfə 3 gələndə, yəni S-in üstünə 12 gələndə 19 olubsa, deməli, S neçiymiş? 7. Ən böyük 7-dir, elə bizə tapılır ki, 5, 6, 7 eyni şeyə gəlib çıxdı. Əla, girişə verə biləcəyim sətir 5, 6, 7 simvollu ola bilər. İndi baxın, başlayaq 5 simvolludan. 5 simvolludan. Fikir verin, onluq say sistemi simvollardır. Demir ki, simvollar müxtəlif. Əla. İlk yerdə 10 dənə müxtəlif simvol, ikinci yerdə 10 dənə müxtəlif, üçüncü yerdə 10 dənə müxtəlif, dördüncü yerdə 10 dənə müxtəlif, beşinci yerdə də 10 dənə müxtəlif simvol istifadə edə bilərəm. Yəni, 10 üstü 5 müxtəlif simvol istifadə edə bilərəm 5 simvollu üçün. Plus 6 simvollu üçün 10 üstü 6 müxtəlif sətir, plus 7 simvollu üçün 10 üstü 7 müxtəlif sətir. Bunların cəmi, yəni 10 üstü 5 mötərizə xaricinə çıxaraq, olacaq neçə? 10 üstü 5, burası 111 dənə müxtəlif sətir girişə verə bilərəm ki, nəticədə ekrana 625 ədədi çıxsın. Belə, bu da bizim bir maraqlı sualımız. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.